Aha, bir də salam əziz iştirakçılar, hər birinizi xoş gördük. Bugün bizim insan resursları üzrə ödənişsiz təlimimizin ikinci hissəsidir, ikinci günüdür. Və biz bu dünən qaldığımız yerdən davam edirik. Ondan əvvəl mən sizə özəti çatdırmaq istəyirəm. Yəni ki, dün ilk dərsimizdə biz nələri keçdik, o barədə xatırlatma etmək istəyirəm. İlk növbədə özüm haqqında məlumat verdim. Özüm haqqında və kursumuz haqqında məlumat verdim. Mən mən nə dərsi keçirəm, niyə bu dərsi keçirəm, sizin bu dərsdən gözləntiniz nədir, sizin məndən gözləntiniz nədir, mənim sizdən gözləntim nədir? Ümumiyyətlə HR olaraq, yəni insan resursları üzrə mütəxəssis olaraq sizin insanlardan gözlədiyiniz nədir, sizin dünyadan gözlədiyiniz nədir, dünyanın sizdən gözlədiyi nədir və psixoloqların sizdən gözlədiyi nədir? Ondan sonra siz koçların sizdən gözlədiyiniz nədir? Sizin koçlardan götürməli olduğunuz nümunələr, koçların sizdən götürməli olduğu nümunələr nələrdir? Onları ilk dərsimizdə mən izah etdim. İndi istəyirsiniz onlar barədə qısa özət verək. Burada qoşula bilməyən iştirakçılarımız var. Onlar üçün qısa özət verək. Məsəl üçün, insan resurslarının əhəmiyyəti nə deməkdir? Birinci əhəmiyyət, insan resursları HR təşkilatının uğurunun əsas sütunlarından biridir. Və bu sahə yalnız işçilərin idarə olunması ilə deyil, həm də onların inkişafı və motivasiyası ilə məşğuldur. HR funksiyaları şirkətin strateji məqsədlərinə çatmasında mühüm rol oynayır. Müasir HR yanaşmaları insan mərkəzli və performans yönümlü olur. İşçilərin rifahı, peşəkar inkişafı və iş mühitinin sağlamlığı HR-ın əsas prioritetlərindəndir, yəni əsas məqsədlərindən biridir. Və bu təqdimatda HR-ların əsas funksiyalarını geniş şəkildə araşdırdıq. Yəni, mən bunları qısa şəkildə deməyimin əsas məqsədi odur ki, keçən dərsimizin ekran kaydını götürdüyüm üçün artıq digər iştirakçıların vaxtı getməsin deyə, yəni vaxtımız çox getməsin deyə mən bunları qısa-qısa dedim, amma keçmiş dərsimizdə uzun, ətraflı izahını vermişdim. İndi isə keçirik ikinci səhifəmizə. İşə qəbul nə deməkdir və doğru namizədi necə seçmək lazımdır? İşə qəbul prosesi HR-ın ən vacib funksiyalarından biridir. Bu mərhələdə vakansiyanın tələblərini müəyyən edilir və uyğun namizədlər axtarılır. Müsahibə test və digər qiymətləndirmə metodları ilə namizədin uyğunluğu yoxlanılır. Və doğru namizədin seçilməsi komandanın effektivliyinə birbaşa təsir göstərir. HR mütəxəssisləri həm texniki bacarıqları, həm də şəxsi keyfiyyətləri nəzərə alırlar. Və işə qəbul prosesi həm şirkət imicini, həm də işçi məmnuniyyətini formalaşdırır. Yəni ki, bu nə deməkdir? Bu da o deməkdir ki, insanlar, HR-lar, insanları işə qəbul edəndə birinci doğru vakansiya yaratmalıdırlar. Məsəl üçün, insanlarda nə gözləyir? Hansı cür işçi axtarırlar, hansı cür əməkdaş axtarırlar? Məsəl üçün, siz CV-də nə qeyd edirsinizsə, adınız bu, yaşınız bu, sanınız bu, harada doğulmusunuz, neçə yaşınız var, hansı bacarıqlarınız var, hansı könüllü proqramlarda iştirak etmişsiniz və yaxud da hansı işlərdə işləmişsiniz, bilik və təcrübələriniz nədir, neçə illik stajınız var, onları siz qeyd etdiyiniz kimi, məsəl üçün, daha düzgün şəkildə belə izah edim, imtahanlara daxil olarkən, sizdən imtahan sualları yazırlar ki, məsəl üçün, bu mətndən hansı variant düzdür? Siz də özünüzə uyğun variantı seçərək CV-nizdə yazdığınızlara uyğun variant seçməlisiniz. Məsəl üçün, o sizdən istəyir, tutalım, hansısa bir mağazada gedib mağazaya satıcı qəbul edəcəksiniz, HR olaraq siz satıcı qəbul edəcəksiniz, ora mütləq qeyd etməlisiniz ki, məsəl üçün, yaşı 30-a qədər olmalıdır, 18-dən balaca olmamalıdır, 17-dən 18-dən balaca olmamalıdır. O da niyə? Çünki rəsmi olaraq dövlət işlərində və bir çox işlərdə 18 yaşdan aşağı valideyn icazəsi iləndir və bir çox qurumda, bir çox müəssisədə ona valideyn icazəsi ilə olan yaş mərhələyə biraz
daxil olmaq istəmir. Çünki o biraz məsuliyyət tələb eləyir və çox işləməsi olmaz. Bəlli saatlarda işləməlidir. Toplam həftə məsələn biz 18 yaşdan yüksəklər hansı yaş səviyyəsində işləməlidirsə, onlar onun tən yarısı qədər işləməlidir. Məsəl üçün part-time işləməlidir olar. Maaşları part-time maaşına uyğun hesablanmalıdır. İstirahətlər daha çox olmalıdır. Ondan sonra həftə sonu istirahətləri olmalıdır. Günün yarı hissəsində işləməməlidir. Ondan sonra bir gündə bir işdə işləməlidir. 2 mərhələli işdə olmaz. Axşam smenində qalması olmaz. Yəni onun üçün artıq o biraz riskli yaş bölməsi sayıldığı üçün artıq o işə, o yaş səviyyəsinə heç kim risk etmək istəmir. Çünki onlar biraz məsuliyyət tələb edən yaş dövrü olduğu üçün heç kim o məsuliyyətin riskin altına girmək istəmir. Yəni vakansiya yaradarkən mütləq onlara diqqət olunmalıdır və ilk vakansiya yaradan zaman və yaxud da HR-lığa ilk gedən zaman heç bir çəkincəyiniz olmadan, heç bir sıxıntınız olmadan, gərilmədən özünüzdən böyük, həm yaşca böyük, həm təcrübəcə böyük birindən kömək istəməlisiniz və onun üçün də çox gözəl bir psixoloq, koç olmalısınız. Yəni şərt deyil o ixtisası bitirəsiniz, sadəcə o haqda məlumatlarınız olmalıdır. İndi universitetlərdə HR ixtisasını seçən zaman o 6 il ərzində 4 il universitet, 2 ildə magistr keçən zaman artıq sizə o mərhələdə həm psixologiya keçirlər, həm koç olmağı keçirlər, həm sonra bizneslə əlaqəni keçirlər və mən dün keçən dərsdə izah etmişdim. Menecmentlə biznesin idarə edilməsi ilə, menecerlə, HR-la psixoloqun fərqini və koçun fərqini ayırt etmişdim. İndi istəyirsiniz burada yenidən mən ayırt edim. Psixoloq seans qəbul edir. Məsəl üçün biri yanına gəlir, seans qəbul edir. Danışan və danışman olaraq yanına gedir. Orada o öz problemlərini izah edir. Psixoloq da ona doğru yolu göstərir. Yəni deyir ki, tutalım qaranlıq qorxusu var. O da məsəl üçün ona deyir ki, bir gün hər yeri qaranlıq elə, axşam vaxtı orada özün tək başına otur. Məsəl üçün də tutalım, nümunə olaraq deyirəm. Təbii ki, heç kim bu nümunələrə əməl etməsin, sadəcə nümunə olaraq göstərirəm. O da ondan sonra bu psixoloqun fərqidir. Bu seansla olan psixoloqdur. Koç da sizə heç nə deməməlidir, qarışmamalıdır. Siz ona izah etməlisiniz, güclü və zəif tərəflərini deməlisiniz. Siz artıq onun yanına gedib gəldikcə sizə motivasiya verəcək, sizi belə deyim, əzizləyəcək, egonuzu yüksəldəcək və siz hansı işi etmək istədiyinizi biləcəksiniz. Ondan sonra biznesin idarə etməsi sadəcə maddi tərəflə məşğul olur. Sadəcə gəldi, getdi, pulları hesablayır və digər maddi xərclərlə maraqlanır. Neçə məhsul alındı, neçə məhsul təhvil verildi, hansı toptancı ilə əlaqəyə girildi və yaxud da hansı tərəvəz alındı, hansı geyim alındı, hansı dərzi ilə 50 kilo ipək parça sifarişi olundu, məsəl üçün kətan parça sifarişi olundu, onlarla məşğul olur. Biznesin idarə edilməsi. Ondan sonra mühasibatla insan HR-da ikisi eyni ixtisasa yendirilməməlidir. Yəni iki fərqli sahədə bir insanda toplanmamalıdır. İndi bəzi HR-lar da, işə alan HR-lar da o ikisini birləşdirir. Yəni ki, bunu axtaranda bunu da tələb edirlər. Aha. Bu ixtisası axtaran zaman bu ixtisası da tələb edirlər, amma o heç düzgün bir hal deyil. Çünki mühasibat ikinci kurs, riyazi biliklər güclü olmalıdır mühasibatlıqda. Ancaq hesablamalardır, texnikidir, robotik davranışlardır. Amma insan resurslarında, HR-da, burada biz nə dedik? Birbaşa insan yönümlü olur. Bir dəqiqə burada qeyd etmişdim.
Aha, müasir HR yanaşmalar insan mərkəzli və performans yönümlüdür. Amma bu mühasibatlıqdır, biznesin idarə edilməsidir, sonra menecmentdir, sonra digər maddi şeylərlə məşğul olan insanlar yalnız pulla bağlı, maddiyatla bağlı işlərlə məşğul olur. İnsanı ikinci plana atdıqları üçün HR'lar daha çox tələb olunur bir şirkət üçün. Və hansı ondan sonra nəyə izah edəcəydim sizə? Dünənkindən deyəcəydim. Dünən deməyi unuttum. Ha. Ondan sonra şeyi izah edəcəydim. İnsan HR işçilərin, yəni əməkdaşların motivasiyasını necə yüksəltməlidir? Bir maddi yüksəliş, bir mənəvi yüksəliş. Maddi yüksəliş odur ki, premiyalar verir, bonuslar verir, məzuniyyət hüquqları verir, ödənişli məzuniyyət, ödənişsiz məzuniyyət haqqı verir. Amma mənəvi motivasiya, mənəvi bonuslarda o deməkdir ki, pul vermir, ancaq tətil günləri verir, ödənişsiz tətillər verir, sonra işdən 2 saat tez çıxmağa icazə verir, ondan sonra təlimlər keçirilir, tədbirlər keçirilir, konferanslar edir və yaxud da o məsəl üçün qızların, indi qız qrupunun deyək, ən çox nəyə ehtiyacı olursa özü onları alır, gətirir, paylayır və yaxud da tort kiminsə ad günü olursa ona tort gətirir, şirniyyat gətirir onun üçün. Yəni ki, bunların hər biri düşünülmüş edilən hər bir hərəkət artıq onun üçün motivasiya mənbəyi olur, həmin işçi və işçilər üçün. Və ən əsas da, indi burada onu izah edəcəm, ən əsas da həmin işdə təlimlər və davamlı inkişaf olmalıdır. Məsəl üçün, adi sıradan, yəni ən birinci pillədən başlayaraq satıcılardır, kassirlərdir, onların özləri belə davamlı təlimlərdə inkişaf davamlı təlimlərdə iştirak etməlidir və öz inkişafları üçün şirkət tərəfindən, o həmin qurum tərəfindən müxtəlif addımlar həyata keçirilməlidir və o addımlarda bircə saniyə. Aha. Və o addımlarda atarkən HR özündən düşüncələr yaratmalıdır, özündən layihələr qurmalıdır və o layihələri müdiriyyətə təqdim etməlidir və müdiriyyətdən icazə alandan sonra, yəni ki, ona izin alandan sonra artıq o layihələri həyata keçirtmək üçün özü dərsə qoşulmaq istəyənlər var deyə ona görə fikrim ora gedir, üzrü hesab eləyin, onları qəbul edirəm dərsə, ona görə fikrim biraz yayınır. Onun üçün mən deyirəm, dərsimiz başlama müddətindən gec qoşulmayın ki, təlimimiz bölünməsin. İşçilərin inkişafı ən çox HR-ın strateji funksiyalarından biridir. O deməkdir ki, yəni ki, HR nə qədər güclü, savadlı və möhkəm iradəli olarsa, işçilər də o qədər həm güclü iradəli olar, həm savadlı, bilikli olar, həm də ki, o işin professionalına çevrilər. Yox, məsəl üçün, HR necə deyim, belə savadsız demək də düzgün çıxmaz, yəni məsuliyyətsiz, biraz biliyi az olarsa və yaxud da başqa ixtisas sahəsinin insanı olarsa və gəlib sonradan ixtisasını dəyişib HR-lığa sadəcə 2 aylıq, 3 aylıq kurs alaraq HR-lığa gəlmək istəyərsə, o artıq yəni necə deyim, o artıq o işin tələbatlarını ödəmir. Niyə? Çünki 2 ay o kursu keçəcək, sonra bitdi, araşdırma etmir, heç bir təlimlərə qoşulmur, heç bir şeylə maraqlanmır, özü öz üstündə işləmir. Heç kəs, məsəl üçün psixologlara da aiddir. Bu dəqiqə yeni cürbəcür texnikalar çıxıb, kitablar çıxıb, süni intellektlə videolar var, araşdırmalar var, süni chat-GPT-də məlumatlar doludur. Yəni bütün metodlar, bütün yöntəmlər hamısı həm internetdə də var, kitablarda da var, digər xarici saytlarda, xarici mənbələrdə də istifadə olunur.
yəni araşdırılma olunmayan zaman işindən ləngimiş olur insan, belə deyim. Yəni bu arada mən onu da qeyd etmək istəyirəm ki, mən sosiolojini Atatürk Universitetinin sosioloji tələbəsi olub bitirdiyim üçün artıq mənim onu HR-lığa keçməyimdə bir problem yoxdur. Çünki biz həm iqtisadda keçmişik, həm biznesdə keçmişik, insan resurslarda keçmişik, yəni tarixdə keçmişik. Yəni bu dəqiqə hansı ixtisas olsa mən Türkiyədə onu sosiolojinin içində keçmişəm. Yəni onun üçün insan artıq hansı təlimi keçirsə, ya universitetdən o təlimin ixtisasını alır, ya da ki ondan sonra öz içində araşdırmalar edir və kurslara qoşulur. Şərt deyil ödənişli təlimlərə qoşulsun. Ödənişsiz bu dəqiqə süni intellektlərlə Instagramda, digər YouTube'da, sosial şəbəkələrdə məlumatlar paylaşılır. Oradan da yəni özünü inkişaf etdirmək istəyən mütləq öz üstündə işləyib mütəxəssis olmalıdır. Ondan sonra staj məsələsində izah edəcəm aşağıda. Staj da qeyd etmişəm ora və bu sahədə təlim proqramları, seminarlar və mentorluq sistemləri tətbiq olunur. Yəni ki, məsəl üçün xaricdən bir təlimçi gətirilir, xaricdən bir mentor gətirilir, sonra YouTuber gətirilir. İndi hansı sahə üçün lazımdırsa, məsəl üçün inşaat üçün təlimçi gətirilirsə, yüksək bir memar gətirilir, memarlıq fakültəsini qırmızı diplomla bitirmiş biri gətirilir və yaxud da öz şirkətini qurmuş bir məşhur memar gətirilir, özü haqqında məlumatlar danışır, keçmiş hekayəsini danışır və başarılarla, yəni qalibiyyətlərlə, nailiyyətlərlə danışır. Və amma burada bir şeyə diqqət etmək lazımdır ki, yalançı şişirilmələr olmasın. Yəni ki, içi doldurulmuş boş bir şar olmasın ki, insanlar əldə tutuna biləcək bir şey axtarsınlar. Yəni biri var, insanların egoları tatmin olur, belə egolar qabarır. O axırı motivasiyaları söndükdən sonra o şar partlayır, şişkinlik gedir və ondan sonra motivasiya olacaq, əldə heç bir şey qalmır. Onun üçün disiplinli şəkildə motivasiya edilməlidir. Ondan sonra məsəl üçün aşbazsa dünyanın ən bir nömrəli aşbazı gətirilməlidir. O aşbaz özünün hekayələrini, özünün stajını, fəaliyyətini danışmalıdır. Məsəl üçün haralarda işləyib, hansı işlərdə işləyib, hansı çətinliklərdən keçib və daha çox gətirilən insan müsbətlərindən yox, mənfilərindən danışmalıdır. İndi siz fikirləşəsiniz ki, necə yəni mənfilərindən danışılmalıdır? Bir insan işləməyə gəlirsə, yəni təlim keçməyə gəlirsə, necə mənfisindən danışmalıdır? Bəli, o insan mənfisindən danışmalıdır ki, məsəl üçün da belə özünü acındırmaq yox, sadəcə mənfisindən danışaq ki, mən məsəl üçün 5-ci sinifdən aşbazlıq kurslarına gedirəm, aşbazlığa həvəsim var. Evdə məsəl üçün 4 uşaq idik, evdə qulluqçular var idi, köməkçilər yemək pişirirdi, ayrıca yemək pişirənimiz var idi. Mən özüm yeməyə marağım var idi, amma özüm geniş ailədə böyüdüyüm üçün mətbəxə girməyimə qadağa idi və yaxud da balacaydım deyin qadağa idi. İndi hər nə səbəbi varsa onu danışacaq və yaxud da memarlıqdan danışa bilər ki, mənim uşaqlıqdan tikintiyə marağım var, amma tikintidə bizim ailədən heç kim tikintidə olmadığı üçün mən ondan daha geniş məşğul ola bilmədim, amma sıfırdan getdim təlim universiteti bitirdim, təlim keçdim, özümü yetişdirdim, staj keçdim, təcrübə keçdim. Artıq mənim öz memarlıq inşaat sektorundayım və mənim öz şirkətim var inşaata aid. Yəni mən bu sahələri bilmədiyim üçün çox nümunə çəkə bilmirəm və təkcə HR həm nə inşaatda, nə aşbazlıqda, nə ondan sonra satıcılıqda, marketinglikdə yox. Bütün marketing işlərində HR tələb olunur. Yəni mənim özümün əyani kursum olsaydı belə mən artıq ora ən azından 1 HR, 2 HR götürərdim. Çünki
Məsəl üçün işçilər çox olduqda müəllim ol, indi fərqli sahələrdən sayıram da, kursdur, akademiyadır deyə fərqli sahələrdən sayıram. Müəllimi var. Ondan sonra təlimçisi var. Üçüncü ixtisas üzrə təlimçi var. İkinci ixtisas üzrə təlimçi var. Birinci ixtisas üzrə təlimçi var. Yəni onların addan bir-bir saymaq istəmirəm, amma siz bilirsiniz hansı fənlərdir, hansı ixtisaslardır, hansı kurslardır. Məsəl üçün kompüter mühəndisliyi birinci kursdur, proqramistlik. Ondan sonra turizmdir, biznes idarəsidir, HR-lıqdır, onlar ikinci qrupdur. Ondan sonra psixologiyadır, müəllimlikdir və yaxud da jurnalistikadır, hüquqdur, onlar da üçüncü qrupdur. Və bunların hərəsinə aid, hərəsinə uyğunlaşa bilən bir HR lazımdır. Kurs böyükdürsə, hər bölüm 4 ixtisas fənnindən varsa 4 HR olmalıdır. Yox, əgər kurs balacadsa 1-4-ü bir müəllim götürməlidir, 2-3-ü bir müəllim götürməlidir. Bir HR götürməlidir, üzr istəyirəm. Birinci, dördüncü ixtisas qrupunu bir HR götürməlidir, ikinci, üçüncü qrup ixtisasında bir HR götürməlidir. Çünki hər insandan ayrı-ayrı fərd olaraq məşğul olmalıdır HR və o məşğul olmadıqda artıq insanların disiplinsizliyinə, motivasiya düşüklüyünə və özgüvən əksikliğinə gətirib çıxardır və o da işin tamamən zəifləməsinə doğru gedir. Ondan sonra HR mütəxəssisləri fərdi inkişaf planları hazırlayaraq işçilərin potensialını üzə çıxarırlar. Bayaq dediyim kimi burada psixoloqluq yox, artıq coachinglik etməlidirlər. Çünki yön verməməlidirlər, yön göstərməməlidirlər, sadəcə insanı dinləməlidirlər, insana motivasiya verməlidirlər, o etdiyi yaxşılıqları qabartmalıdırlar, etdiyi mənfiləri göstərməməlidirlər insanlara. O öz əməkdaşlarından söhbət gedir. Amma digər təlimçilər gedib təlim keçərsə, keçmişində olmuş mənfilərdən danışmalıdır. Amma öz əməkdaşlarından, həmin şirkətin, həmin qurumun əməkdaşlarından söhbət gedirsə, müsbət tərəflərini önə çıxartmalıdır. Aha, bizim 10 dəqiqəmiz qalıb bitməsinə. Ondan sonra peşəkar inkişaf şirkətin innovativliyini və rəqabət qabiliyyətini yüksəldir. Yəni ki, işçilər nə qədər belə deyim, savadlı, mütəxəssis, ondan sonra stajı çox olmuş, stajı, təcrübəsi, biliyi çox olmuş işçilər olarsa və ədalətli şəkildə seçilmiş işçilər olarsa, daha çox rəqabətdə, əmək bazarında daha öndə olmuş olacaq. Ondan sonra bu yanaşma həm işçiyə, həm də təşkilata uzun müddətli faydalar verəcək. Çünki alan razı, verən razı, işləyən razı, HR razı, müdür razı. O yüksək olduqca işçi də çox işləyəcək, əməkdaş da çox işləyəcək, HR da prim alacaq, ona görə bonus mükafatları alacaq. Yəni işçi yaxşı işlədiyinə görə onun adına gəlmiş təltif olduğu üçün mükafatlar alacaq və o mükafatı aldıqca o da daha çox işləyib, daha işçilərlə məşğul olacaq. O işçi ilə məşğul olduqca işçi yaxşı işləyəcək və o da müdirin qazancını artıracaq. Və motivasiya nə deməkdir? İşçiləri necə ruhlandırmaq olar? Motivasiya işçilərin enerjisini və bağlılığını artıran əsas amildir. Bayaq dediyim kimi maddi motivasiya var, mənəvi motivasiya var. Və onların hər ikisini də etmək lazımdır. Amma kiçik qurumlar birini edir. Ya maddi motivasiya verir, ya mənəvi motivasiya verir. Ondan sonra HR-lar bu sahədə maddi və qeyri-maddi stimullar təqdim edir. Bayaq saydığım mükafatlandırma sistemləri, təşəkkür mesajları və karyera imkanları motivasiyanı gücləndirir. Bu qeyri-maddi stimullardır, mükafatlandırma sistemləridir, təltifdir, təşəkkürnamədir, sertifikatdır. Onlar daha çox təşəkkür mesajlardır, karyera imkanlardır, yəni təlimlərdir, praktikalardır, təcrübələrdir, kurslardır. Bunlar artıq qeyri-maddiyə aiddir. Ondan sonra işçilərin dəyərləndirilməsi və tanınması onların işə olan münasibətini müsbət təsir edir. Məsəl üçün, bir ili tamam olmuş işçini iş toplantısı eləyəndə, iş iclası edən zaman ona deməklə, məsəl üçün,
keçmiş 10 illik, 15 illik, 20 illik işçilərin qarşısında çıxardıq demək lazımdır ki, bu bizim 1 illik işçimizdir, amma 1 ildə daha çox məsəl üçün filan qədər bizə qazanc əldə etdirib, onu artıq biznes idarəçisi ilə mühasibatla oturub hesablar aparılıb və ona HR qeyd etməlidir. Yəni ki, bu işçi filan qədər işlər görüb, bu ay məsəl üçün bizə bu qədər işçi qazandırıb, bu ay bu qədər satışımız olub, bu ay bu qədər alışımız olub, bu ay bizə bunları qazandırıb və bu bütün işçilərə nümunə olub. Məsəl üçün 20 illik işçilər dedi, 20 illik işçiləri artıq məzuniyyətə göndərən zaman və yaxud da pensiyaya göndərən zaman onlara dərin bir təşəkkür bonus təqdimat etmək lazımdır ki, bu yeni işçilərə də həvəsləndirmə metodu olsun. Ondan sonra HR motivasiya strategiyalarını fərdi ehtiyaclara uyğunlaşdırmalıdır. Ən düzgün bölgü budur. Məsəl üçün nə etməlidir? Kimsə yeni evlidirsə və yaxud da yeni evlənməyə hazırlaşırsa, nişanlıdırsa, onlara pul mükafatı təqdim etməlidir. Və yaxud da uşaqları varsa, 2-3 uşağı varsa, onlara pul mükafatı təqdim etməlidir. Yəni ki, onun pula daha çox ehtiyacı var. Və yaxud da tələbədirsə, ona pul mükafatı təqdim etməlidir, amma yox, ailəli deyilsə, ailəsi ilə bir yerdə yaşayırsa, evdə hamısı işləyir və yaxud da ayrı qazanc yeri varsa, ona təşəkkürnamə təqdim edə bilər. Ondan sonra və yaxud da bu işlədiyi iş onun ikinci işidirsə və yaxud da artıq yaşını almış bir işçidirsə, əməkdaşdırsa, ona artıq təşəkkür məktubları da yazmaq olar. O da ilk 1 il içində. Artıq 1 ildən sonra ona işinə uyğun ödənişlər hesablanmalıdır. Ondan sonra performansın dəyərləndirilməsi nə deməkdir? Performansın dəyərləndirilməsi keyfiyyətli geri bildirim deməkdir. Performansın dəyərləndirilməsi üçün HR-ların effektiv idarə etmə alətlərindən biridir. Yəni ki, performansın dəyərləndirilməsi də o deməkdir ki, işçiləri, məsəl üçün, şirkətdə 20 işçi varsa, qısa, balaca bir işlətmə biznesindən, kiçik sahibkarlıqdan söhbət gedir təbii ki. Məsəl üçün, 20 işçi əməkdaş varsa, onu yazmalıdır ki, məsəl üçün, filankəs, filankəsova, filankəsli bugün saat 8-də iş başlayır, 8-in yarısı artıq işdə oldu. 6-da çıxılmalıdırsa, 7-yə 15 dəqiqə işləmiş, artıq bu dedim mən biraz daha işdə qalıb işlərimi bitirəcəm, artıq onlar dəyərləndirilməlidir və qaldığı vaxt müddətində, yəni işlədiyim saat müddətində, məsəl üçün 6-da çıxmalıdırsa, o 8-də işdən çıxıbsa, artıq o 2 saat oradan hesablanıb, onun gündəlik ödənişinin üstünə gəlməlidir. Məsəl üçün, tutalım, gündə 6 saat işləyirsə, 6-8 saat işləyirsə, stabil iş saatı o cürdür, 6-8 saat işləməlidir. Məsəl üçün, ondan 6-ya qədər, 8-dən 4-ə qədər, 9-dan 5-ə qədər, məsəl üçün, bu boyda işləyibsə, o da əlavə 3 saat qalıbsa, artıq o 3 saatın 10 saata 20 manatdırsa, oradan artıq bölüb 3 saatın çıxıb, həmin o 3 saat üstünə gəl, tutalım, məsəl üçün 12 manat eləyir və yaxud da 12.50 eləyir. Artıq onun ödənişinin üstünə gəlinməlidir. Yəni, o da çox böyük performans qiymətləndirilməsi və dəyərləndirilməsi sayılır. Və bu proses işçinin fəaliyyətini obyektiv şəkildə analiz etməyə imkan verir. Yəni, işçilərin geri dönüş məktubu. Məsəl üçün, siz bir montaj proqramından istifadə edəndə və yaxud da bir YouTube tətbiqindən istifadə edən zaman orada sizdən nə istəyir? İstəyir ki, geri bildirim verəsiz, montajın necə olduğunu bildirəsiz, proqramdan razı qaldınız, qalmadınız, onu bildirəsiz və işçilər də işi təqdim edən zaman siz artıq onlara geri dönüş məktubu yazmalısınız. Öz içinizdə də heç ara göndərməməklə təbii ki və yaxud da müdiriyyətə göndərə bilərsiniz.
Ondan sonra dəyərləndirmə nəticələri inkişaf planlarının hazırlanmasında istifadə olunur. Məsəl üçün bir insan, bir işçi riyazi hesablamalardan zəifdirsə, onu riyazi kurslara göndərmək lazımdır, mühasibatlıq kurslarına göndərmək lazımdır və yaxud da psixoloji nəsə problemi varsa, psixoloji seanslara iş tərəfindən, o həmin müəssisə tərəfindən seanslara göndərilməlidir və yaxud da coaching dəstəyinə göndərilməlidir. Sonra məsəl üçün turizm sahəsidirsə, turizmlə zəifliyi varsa, turizm kursuna yenidən göndərilməlidir. Yeni turizm imkanları çıxır, yeni təlim paketləri çıxır, onlardan bir çoxundan xəbəri olmaya bilər. Ondan sonra müəllim işləyirsə, hər il sertifikasiya kimi yeni bir sertifikasiya kurslarından keçirilməlidir, təlimçidirsə də, yəni kursda təlimçidirsə. Müəllimlər keçirilir, o heç. O müəllim proqramında sertifikasiya və MİQ imtahanları keçirilir. Amma digər kursların öz müəllimidirsə, kursların içində işləyirsə, onlar da artıq sertifikasiya kimi öz içlərində imtahan keçirməlidir. HR-lar. İmtahan mən sırf demirəm yazılı olsun, orada yazı A, B, C variantı və yaxud da açıq sual seçsin. Yox, sadə söhbət kimi, psixoloqla danışır, koçla, psixoloqla danışar kimi. Bir mentorla danışar kimi adi söhbət əsnasında o onu bilə bilər ki, güclü tərəf nədir, zəif tərəf nədir, yaxşısı nədir, pisi nədir və bu dəyərləndirmədə HR-ların bu mərhələdə 360 dərəcə qiymətləndirmə, KPI və digər metodlardan istifadə edir. Yəni ki, bu da HR-lığa aid bəzi funksiyalardır. Biz bunu indi desək həm vaxtımız az qalıb, həm də ki, sizin artıq beyniniz qarışacağı üçün mən buranı keçirəm. Yəni ki, məsəl üçün psixoloqlar, kliniki psixologiya var, ondan sonra oyun psixologiyası var, rəsm psixologiyası var. Onların ayrı texnikaları olduğu üçün, sonra DSM-5 var, autizmlərlə məşğul olan olduğu kimi, bu HR-ların da bəzi metodları var, müxtəlif metodları var. Və geri bildirim işçinin güclü və zəif tərəflərini üzə çıxardır. Məsəl üçün, yenə də deyirəm, ailədə həmin işçinin ailədə problem varsa, o işə odaqlana bilməyəcək.